İsrailin Be Free Agro startapı malqaranın otarılması və idarə olunması üçün nəzərdə tutulmuş avtonom uçan dronların istifadəsinə başlayıb. Şirkətin qurucusu bir neçə il boyunca at belində malqaraya nəzarət edib. Daha sonra bu işi insan səviyyəsində yerinə yetirə bilən avtonom sistemlərin hazırlanmasına qərar verib. Bu dronlar iri bir sürünün idarə olunmasını təmin edəcək. Şirkət dronların ideal çoban ola biləcəyinə əmindir. Onlar yorulmur, xəstələnmir, maaş artımı tələb etmir və 24 saat fasiləsiz işləyə bilirlər. Bundan əlavə, sistem tamamilə avtonomdur və insanın daim nəzarət etməsinə ehtiyac olmadan fəaliyyət göstərə bilər. İnkişafın əsasını adi uçan dronlar təşkil edir. Lakin onlara çoban funksiyasını qazandıran xüsusi proqram təminatıdır. Startap hər bir inəyi izləməyə və real vaxt rejimində bütün vacib məlumatları təqdim etməyə imkan verən süni zəka modeli hazırlayıb. Dron sisteminin ilk real sınaqları bu ilin yanvarında Braziliyada başlayıb. Hazırda sistem təxminən 3 milyon baş malqara üzərində nəzarət həyata keçirir. Dünyada əhali artdıqca mal ətinə olan tələbatın da yüksələcəyi gözlənilir. Buna görə də Be Free Agro'nun bu innovativ həlli gələcəkdə çox tələb olunan bir texnologiyaya çevrilə bilər.